Vaxtilə döyüş meydanına, daha sonra qoyun quzuların yataq yerinə çevrilərək uzun illər istifadəsiz qalmış, cəmaatın dilində harama adlanan bu ərazilərdə indi başqa mənzərələrdir. Hər şey dövlət başçısının tapşırıqlarından sonra başladı. İyun ayında Nazirlər Kabinetinin sərəncamı ilə Ağcabədi və Beyləqan rayonları ərazisində yerləşən 4800 hektarlıq sahədə iri taxıl təsərrüfatının yaradılmasına başlanıldı. Aran Qarabağ ərazisində yerləşdiyi üçün təsərrüfatın Qarabağ Taxıl Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılması da təsadüf olmadı. Müasir aqressiya kompleksinin qurulmasına 27 milyon manatdan artıq investisiya qoyulacaq. Onun 10 milyon manatı güzəştli kreditdir. Ərazi böyükdür. Digər tərəfdən tarixən otlaq sahəsi kimi istifadə olunmuş bu düzlərdə keyfiyyətli bitki yetişdirmək asan məsələ deyil. Bunun üçün ölkə prezidentinin müvafiq tapşırıqlarına əsasən istehsalın bütün mərhələsində müasir texnologiyalar tətbiq olunur. Keyfiyyətli bitki yetişdirmək üçün ziyanverici, xəstəlik və alaq otlarına qarşı mübarizə vacib məsələlərdir. Biz deməli əkində əsasən yerli respublikamız üçün rayonlaşdırılmış yüksək kondisiyalı toxum materiallarından istifadə edirik. Gördüyünüz kimi bu toxumlar xəstəlik ziyanvericilərə qarşı deməli tamamilə dərmanlanmış toxumlardır. Bu məqsədlə sahələrin dərmanlamasında, məhsul yığımında, Azərbaycanın mürəkkəb reliefə malik ərazilərində əkin işlərinin aparılmasında Amerika istehsalı olan John Deere texnikalarının rolu əvəzsizdir. Elə bu məqsədlə Amerikadan John Deere əkin-biçin texnikaları alınaraq əraziyə gətirilmişdi. Nəzərə alsaq ki, haramı torpağı mürəkkəb səthi quruluşa malikdir. Ona görə də birinci mərhələdə əkinə hazırlıq işlərinin aparılması məhz John Deere texnikalarının köməyi ilə səthi hamarlama, torpağın kipləşmiş şum altı qatının yumşaldılması üçün birinci və ikinci reperləmə, şumlama, disk mallama işləri həyata keçirilir. Səpin üçün tam hazır vəziyyətə gətiriləndən sonra toxum səpin işləri aparılır və yüksək reproduksiyalı yeni toxum gətirilib. Hazırda payızlıq taxıl səpini həyata keçirilir. Bir neçə həftə aparılmış səpindən sonra taxılda elə indidən ilkin çıxış da var. Ərazidə işləyən mütəxəssislər bitkinin kollanmaya qədər olan fazasını qənaətbəxş qiymətləndirirlər. Çünki burada agrotexnika qaydaların həyata keçirilməsinə xüsusi diqqət göstərilir. Torpağın səthi, hums qatı zəif olduğu üçün hektara 5 ton quş beynindən hazırlanmış kompost gübrə verilir. Daha bir yenilik, su və elektrik xətləri yeraltı kanallar vasitəsilə ötürülür. 25 ədəd suvarma sistemləri məhz bu yolla təchiz olunacaq. Dövlət dəstəyi ilə haramı düzündə salınmaqda olan iri taxılçılıq təsərrüfatında bütün sahələrində damcı suvarma sisteminin tətbiq olunması həyata keçirilir. Amerika Birləşmiş Ştatlarından alınaraq sahələrə gətirilən bu sistem demək olar ki, bütün sahələrdə qurulmaqdadır və yaxın günlərdə bütün sahələrdə belə bir sistemin qurulması tam təmin olunacaq. Əgər damcı suvarma sistemi tətbiq olunarsa, su sahələrə lazım olan miqdarda verilir. Nəticədə şoranlaşma, eroziya və digər mənfi proseslərin qarşısı alınır. Sahəyə su bitkiyə lazım olan miqdarda verildiyi üçün məhsuldarlıq da yüksək nəticədə əldə olunur. Müasir suvarma sisteminin qurulması təsadüf deyil, çünki dəmiyə əkinçilik qaydalarına malik olan bu ərazilərdə il boyu nadir hallarda yağıntı düşür. Burada su bitkinin həyatı mübarizəsi üçün çox vacibdir. Ona görə də ərazinin suvarılması üçün yeni nasos stansiyaları quraşdırılır və davamlı su təminatı üçün dövlət investisiyaları sayəsində yuxarı Mil kanalının uzunluğu 10 kilometr artırılıb. Pilot taxıl təsərrüfatının enerji təminatı üçün yeni xətlər çəkilib və ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin yeri dəyişdirilib. Bütün bunlar isə sahələrdən yüksək məhsuldarlığın əldə olunmasına hesablanıb. Burada görülmüş ən mühüm işlərdən biri də hektarlarla ərazilərdə məskunlaşmış qoyun yataqlarının çıxarılmasıdır. Bütün yataqların əmlaki qiymətləndirilərək kompensasiyalar ödənilib. Vaxtilə hektarlarla boş ərazilərdə az saylı kiçik baş sayına malik qoyun quzu saxlanılıb. Bu isə maddi istehsalın əsasını təşkil edən torpağın iqtisadi səmərəliliyini heçə endirirdi. İndi isə həmin qoyun quzu saxlamış 350 nəfərə yaxın yerli sakin və məcburi köçkünlər bu iri təsərrüfatlarda işə götürülüb. Beləcə, dövlət başçısının tapşırığı ilə yaradılmış təsərrüfatda gündəlik iş qaydaları davam etdirilir. Artıq indidən təsərrüfatın istehsal həcmi haqqında ilkin proqnozlar da var. Təsərrüfatda ildə 25 min tondan artıq taxıl istehsalı, 30 min tondan artıq taxıl anbarı kompleksi, 1000 başlıq müasir heyvandarlıq, bitki yağlarının istehsalı zavodu, özəl agroservis xidməti yaradılacaq və hamısı müasir texnologiyalara əsaslanmaqla. Üstəgəl, ərazinin böyük olması, burada ikinci əkin texnologiyasının qurulması ilə bir ildə 2 məhsul götürmək strategiyasının qurulmasına imkan verəcək.
Bu isə istehsalın ilkin mərhələsindən tutmuş son mərhələsinə qədər özündə ehtiva edən müasir aqrar sənaye kompleksi deməkdir. Nicat Nəsirli, Tofiq Ağayev, Ruslan Həsənov, Həftə.